həmişə demişəm və yenə deyirəm, demirsiniz ki, ölkədə siyasi məhbus yoxdur. Gəlib görərdilər ki, ölkədə insanı siyasi məhbus necə eləyirlər. Bu qədər faktlar, sübutlar, hələ qarşı tərəf, ittiham tərəfi bu qədər müddətdə Tofiq Yaqubun cinayət törətdiyinə dair bircə dənə sübut belə ortaya qoymadılar. Əmin olun ki, elə bir sübut olsaydı, fakt olsaydı, bugün bütün dövlət TV-ləri həmin sübutları, həmin faktları yayımlayardılar və ölkəyə də göstərərlər ki, bax sizin müxalifətçi dediyiniz, güvəndiyiniz, arxalandığınız adam həqiqətən cinayət törədib. Amma belə bir şey baş vermədi. Bunun özü belə göstərir ki, Tofiq Yaqub bu prosesin qalibidir. O dəfələrlə deyib ki, mən bu məhkəmədən, bu həbsxanadan ya ölüm çıxacaq, ya mən buradan azadlığa çıxacağam. İnsanın ömrü deyil, 1000-2000 il deyil ki, deyim ki, mən 10-15 ilmi də məsəl üçün kimə görəsə həbsdə olaram. Mənim 64, artıq 65 yaşın içindəyəm və mən bir də 9 ildən sonra, yəni bir 74 yaşında, 74-73 yaşında həbsdən çıxacağam və ona görə də bəri başdan deyirdi ki, bu yoldan öldü var, geri dönmək yoxdur. Tofiq Yaqub qərarlarında israrlıdır və bu qərarı da mən yaxın vaxtlarda açıqlayacağım. Sadəcə bəzi texniki məsələlərə görə açıqlamıram. Vaxt gələcək, mən bu Tofiq Yaqubun bu məhkəmə qərarından bağlı öz mövqeyini açıqlayacağım.